Dostlar salam. Axşamınız xeyir olsun. Mənim adım Kamaldır. Sizləri Dubaydakı 6 kvadrat metrlik kirayə evimdən salamlayıram. Bugün sizinlə 14-cü vlogumuzu paylaşırıq. Bu vlog çəkmə məsələsinə başlayanda 7 günlük challenge adı ilə başlamışdıq və bugün ikinci 7 günlüyümüzü əslində bitiririk. Və çox sağ olun. Bu 14 video və 14 gün ərzində mənə dəstək olduğunuz üçün. Bugün sizinlə satışla bağlı çok önemli bir məsələ ilə bağlı danışacağım. Tanımayanlar üçün, mənim adım Kamaldır, 34 yaşım var, hal-hazırda Dubayda məşhur otellərin birində satış meneceri olaraq çalışıram və iki otelin satışına baxıram. Və gündəlik işim məhz soyuq zənglər eləmək, görüş təyin eləmək və eyni zamanda fiziki olaraq görüşlərə getmək, müştəriləri dəvət edib oteli göstərməkdir. Bu qısa xülasə. Bilirsiniz, bəzən müştəri ilə danışıq zamanı müştəri yəqin ki, bunu siz də görmüsünüz, bununla rastlaşmışsınız. Müştəri çox vaxtı müqayisə edir bizi. Deyir ki, məsələn, filan otel daha aşağı qiymətə verir və yaxud da otel olmasın, başqa məhsul olsun, filan kəs daha aşağı qiymətə verir və s. və axır. Ümumiyyətlə, buna hansı cavab verilməlidir, bu başqa bir məsələdir. Sadəcə, məsələyə başqa bir aspektdən baxmaq lazımdır. Mən indi Business Bay ərazisində çalışdığım üçün Business Bay ərazisində yerləşən 5 ulduz və 4 ulduz otellərin çoxunu tanıyıram. Və onların, belə deyək, xidmət səviyyələrindən də xəbərim var bəzilərinin. Məsələ burasındadır ki, məsəl üçün, mən bilirəm ki, mənim qiymətimə yuxarı deyən və başqasıyla müqayisədə yuxarı deyən insana mən nəyi deyə bilərəm? Məsəl üçün, reallıq bundan ibarətdir ki, Business Bay ərazisində 5 ulduzlular arasında da kateqoriya baxımından daha premium 5 ulduzlular var və o otellərin qiymətləri bizdən daha bahadır. Və həmin otellərdə, məsəl üçün JW Marriott'dır ya da Taj Hotel'dir, elə bizim bu binanın arxasındadır Taj Hotel və bu otellərin qiyməti bizdən daha yuxarıdır və bu otellərin ümumiyyətlə doluluq faizi, yəni otaqlarının doluluq faizi 100%-dən 90-92%-dir və qiymətləri bizdən daha bahadır. Və şükür Allaha ki, bizim də əslində yəni doluluq faizimiz çoxdur. Sözümün canı ondan ibarətdir ki, qiyməti daha baha olanın da doluluq faizi çoxdur, bizim də doluluq faizimiz çoxdur, 4 ulduzlunun da doluluq faizi çoxdur, 3 ulduzlunun da 5 ulduzlu otelin aşağı kateqoriyasında olanında. Bu nədən xəbər verir? Bu nə deyir bizə? Bu onu deyir ki, hər məhsulun öz alıcısı var. Yəni, hamını ikna eləmək deyə bir məcburiyyətimiz yoxdur. Hamıya mən mütləq satmalıyam deyə bir şey yoxdur. Çünki hamı sizin müştəriniz deyil. Hamı o premium xidmətə layiq deyil və yaxud da hamı o premium məhsulu axtarmır. Bəzən müştəri mənə zəng eləyir, deyirəm ki, baxın, mən başa düşürəm qiymət sizin üçün önəmlidir. Bəs xidmət necə deyir ki, Kamal, başa düşürəm, sizin xidmətiniz çox yaxşıdır, amma müştərinin məndən istədiyi sadəcə otaqdır. Xidmət onların vecinə deyil. They don't care deyirlər. Onlar bu xidmətlə bağlı maraqlanmırlar, vecinə deyil. Mən nə deyə bilərəm ki, hansı texnikalardan istifadə edə bilərəm ki, bunları fikirləşim. Müştəri bilir, büdcəsini ona görə təyin edir və ona görə Dubaya gəlib çıxıb gedir. İldə bir dəfə gəlir. Və çox pul xərcləmək istəmir. Demək istədiyim, məhsul satışı zamanı bir şey heç vaxt unutmaq olmaz. Telefonu əlinizə alıb danışdığınız hər bir insan sizin məhsulunuzun alıcısı deyil. Və yaxud da o məhsulu axtaran deyil. Sadəcə olaraq kimsə gəlir telefon almağa. Elədir. iPhone da telefondur, Nokia da telefondur, Xiaomi da telefondur. Bəziləri deyir ki, mən iPhone istəmirəm də, o qədər çox baha iPhone, mən neynirəm axı? Mənə lazımdır, işimi görsün. Aşağı səviyyəli bir telefon götürür. Kimsə otel istəyir. Radisson var, yuxarı səviyyədir, məsəl üçün Millennium var, biraz aşağı səviyyədir, Haptor var, ondan da aşağı səviyyədir. Haptoru istəyirlər. Qiyməti aşağı olsun deyirlər. Və Travel'da mənə zəng edib deyəndə ki, Kamal, əgər if you can match the price, əgər qiyməti indiləşdirə bilsən, məsəl üçün 300 dirhəm, biz sizə veririk qrupu, əlimi qaldırıram, deyirəm ki, başa düşürəm səni, amma mən öz xidmətimi kompromisə gedə bilmərəm xidmətimdə. Yəni, xidmətimi aşağı sala bilmərəm. Çünki bu oteldə qalmaq, tək oteldə qalmaq deyil axı. Orada göstərilən xidmət var, otaqdakı olan əşyaların keyfiyyəti var, orada səhər yeməyi var, ofisantların əziyyəti var, yeməyi hazırlayan aşpazın əziyyəti var, yeməyin keyfiyyəti var, ümumi aura var. Bunlar hamısı qiymətə təsir edən faktorlardır. Belə baxanda kənardan deyirsən ki, ayda,
150 otağı vuranda nə bilim filan qədər qiymətə 250 min dirhəm eləyir. Əslində pis pul deyil. Amma ümumilikdə səhnə arxası çəkilən əziyyətə baxanda başa düşürsən ki, əslində elə deyil. Verilən pulun müqabilində çox əziyyət çəkilir və o sənə lazım deyil və o mənə lazım deyil. Ona görə də mən insanlarla danışanda sağ ol deməyi bacarıram. Yəni bacarmalıyıq. Bundan başqa yolumuz yoxdur. Hamıya eyni enerjini qoymaq olmaz. Çünki hamı bizim alıcımız deyil və hətta hamı bizim alıcımız olmaq istəmir. Aydınlaşdırmaq lazımdır. Qualification prosesi var. Qualified eləyirik leadin özünü. Bu bizim alıcımızdırmı ya yox? Alıcımız deyilsə bay sənə tamam xoş oldu. Amma yenə də portfolyoya əlavə edirik. Çünki bu gün sabah mən başqa bir otelə gedə bilərəm. Bu gün sabah siz başqa bir məhsul sata bilərsiniz ki, həmin o şirkət icazə verər ki, o sizdən məhsul istəyən müştərinin istədiyi bir şey ona verə bilərsiniz və o yenidən sizin alıcınız ola bilər. Alıcımız olmayacaq hamı, amma alıcımız olma potensialı var gələcəkdə. Bunu da heç vaxt unutmayın. Bugün qısa olaraq onunla danışmaq istədim. Günüm isə normal keçib, səhər yenə getdim işə, işlərimi gördüm. Bugün biraz idman da eləmişəm, artıq biraz günümə rəng atmağa çalışıram inşallah. Sabah eğitimə gedirəm. Arabian Travel Market'dir. Orada elə bir ki, İngilis dilində deyəndə cool səslənir. Orada deməli Dubai World Center var. Orada bir mall kimi böyük bir yerdir və Ərəbistanda olan bütün travel agentlər orada olacaq. Ona görə mən gedəcəm biznes kartları paylamaq nəyə var. Onlardan da biznes kart götürəcəm və başlayacağım növbəti günlərdən görüşlər təyin eləməyə. Əslində çox gözəl bir vaxtda işə düzəlmişəm, Allaha şükür olsun. Ümid edirəm sizlər də yaxşısınız. Çox sağ olun videoya baxdığınız üçün. Hər keçən videoda daha yaxşı olduğumu, hər keçən videoda performansımın digərinə baxanda normallaşdığını hiss edə bilirəm və sizlərin də xoş və mehriban şəhərləriniz məni davam eləməyə sövq edir. Danışdım. Əzizə qoruyun. Allah'a emanet. Çox sağ olun.